Qoç bürcü. 2026-cı ilin son sınaqlar mərhələsinə yetişdiyinizi bəyan edən ulduzlar Martın gəlişinə hazır olmağınızı tövsiyə eləyir, belə deyək. Martın elə ilk təqvimindən başlayaraq ətrafınızda cərəyan edən olaylar plan və məqsədlərinizə yaxın olacaq. Bu isə situasiyalara nəzarət etməyinizə, eləcə də mövqelərinizi nümayiş etdirməkdə sizə yardımcı olacaq. Nəinki nümayiş etdirmək, hətta mövqelərinizi möhkəmləndirmək, bərkitmək üçün. Ayın 4-dən 8-nə qədər, yəni Qadınlar Bayramına qədər göy qüvvəsi sizə uğurlu şanslar verəcək bu baxımdan. Onları reallaşdırmaq üçün maksimum çalışmalısınız. İlk yarım ayda yeganə narahatçılığınız səhhətlə bağlı olduğundan martın 2-sində, 11-də, 14-də və 15-də özünüzü xüsusilə qorumalısınız. Ayın bu hissəsində, ilk yarısında gözləmədiyiniz istiqamətdən sizə maddi və mənəvi dəstək də veriləcək. Verilə bilər deyil artıq, veriləcəksə deməli daha əmin ola bilərsiniz, daha realdır. Bunun üçün sadəcə ədalət prinsiplərinə həmişəki kimi əməl etməyiniz kifayətdir. Deməli, bir də Allahı təbii ki, yaddan çıxarmayaq, Ramazanda onun gözünə qaçsaq, deməli buna ehtiyac var. Amma martın ikinci yarısında sizin üçün çox ciddi sınaqlar ərəfəsi olacaq. Bəzi izləyicilərimiz sınaq deyəndə elə bilir ki, nəsə bir faciə bir durum. Sınaqda imtahanı verib keçirsən növbəti mərhələyə. Sınaq bizim növbəti uğurlarımıza addım atmağımız üçündür. Bunu yəqin ki, hər kəs dərk eləyir. Bəzən təəssüf ki, problem olur. Bəzən görsən insanlar o sözü bilmirsən necə deyəsən ki, pisə yozmasınlar o dəqiqə. Görsən yozurlar o dəqiqə, ciddi bir problem çıxardırlar. Martın ikinci yarısında həmin o dediyim sınaqlar ərəfəsindən keçəcəksiniz. Ayın 16-sından 19-una qədər ətrafınızda olanlar sanki sizinlə cəngə girəcək. Yenə o da pisə yozmayaq. Rəqabət bizim inkişafımıza xidmət edir. Təki ayıq başla prosesdə iştirak edək. Günəş sizin bürcə daxil olandan sonra martın 20-sində, bunu o dediyim verilişdə danışacağım. Mart ayı necə gəlir? Günəş Qoç bürcünə daxil olandan sonra ümumi vəziyyətiniz qismən yaxşılaşacaq. Və ayın 24-nə qədər iki tərəfli danışıqlarda, eləcə də biznes fəaliyyətində proseslər xeyrinizə dəyişəcək. Martın son həftəsində iştirakçısı olduğunuz situasiyalar yenə də mürəkkəb bir mərhələyə keçəcək. Əvvəlki kimi özünüzü itirməyəcəksiniz. Reallıqdan öz xeyrinizə yararlana biləcəksiniz. Sadəcə astrologiyanın köməyi ondan ibarətdir ki, o zaman kəsimlərinin uyğun, müvafiq xarakterini, təsir mexanizmini deyir. Siz də ona müvafiq addımlayırsınız. Qohumlarla münasibətlərə fikir verin. Əslində mart ayında bunu eləmək lazımdır. Barışmaq, ünsiyyəti dərinləşdirməyə. Ramazan da buna xidmət eləyir, elə Novruz da buna xidmət eləyir. Yəni Qoç bürcü haqqında bu qədər. Buğa bürcü. Ötən 2 ayla müqayisədə, yəni yanvar və fevralla müqayisədə martdan daha böyük ləzzət duyacaqsınız. Bunun üçün ayın 8-nə qədər peşəkar siyasətçilər kimi müdriklik və məxfilik nümayiş etdirməlisiniz. Hətta günahkar qarşı tərəf olsa da emosiyalara uymamalı, çılğınlıqdan uzaq olmalısınız. Təmkin, səbir. Bu sizdə var, amma bu ərəfədə biraz da onu artırmalısınız. Yalnız bu halda gözlənilən gərginliyi asanlıqla dəf edə biləcəksiniz. Ayın 9-undan sonra isə hər kəsdən, xüsusən də əks cins tərəfdən mehriban münasibət görəcəksiniz. Kollektiv gəzinti və qonaqlıqlar sizə qarşı münasibətlərə müsbət çalarlar gətirəcək. Kollektiv gəzinti, qonaqlıqlar dedim. Astroloji göstəricilər bildirir ki, Balıqlar bürcünün hakim olduğu dövrdə 1 martdan 20 marta qədər təxminən həmin dövrdə kənardan kömək və ya perspektivli təkliflər olmasa, tək başına nəyəsə nail olmanız biraz çətin olacaq. Martın 20-sindən sonraki ərəfə bürcünüz üçün bir qədər təlatümlü keçə bilər. Amma bunu yenə bu Qoç bürcündə dediyim kimi pisə yozmamalısınız. Çünki o təlatüm nəyinsə aydınlaşmasına xidmət eləyəndir. Bəzən insanlar elə negativ sözü o dəqiqə negativ reallıq kimi qəbul edir. Belə, fikirlərinizlə razılaşmayanlar arta bilər həmin ərəfədə, nə olsun. Amma bu sizin təmkininizi pozmamalıdır.
Qarşınızda duran vəzifələrə məsuliyyətlə yanaşmalı, hər dedikoduya ciddi reaksiya verməməlisiniz. 19-24 mart aralığında sizə qarşı müəyyən hiyləgər hücumlar, yaxud da bir oyunlar qurula bilər. Lakin bunu sanki siz hiss eləməyəcəksiniz, ötüb keçəcək. Amma yenə də bunu əvvəlcədən deyirik ki, tədbirli olasınız. Səhhətlə bağlı bu ay ciddi narahatçılığınız olmayacaq. Bu artıq müsbət haldır. Çünki insanın səhhəti onun enerjisini azaldır. Enerji də az olanda hansısa bir işi görmək əmsalı aşağı olur. Amma səhhət sizdə yəni sıfırın üstündədir, altında deyil. Sadəcə müəyyən infeksiyon xəstəliklərdən qorunmalısınız. Bununla bağlı çətinlikləriniz də olmayacaq, belə deyək ki. Ümumən ay ərzində elə bir sıxıntı yoxdur, amma tam o yüksəlişə doğru martın 26-sından etibarən nail olacaqsınız. Əkizlər bürcü. İxtiyarınızda olan bu ayın ilk yarısında fəaliyyət göstərdiyiniz sahələrdə münaqişələr var. Xüsusən də o ay tutulması ərəfəsində, ay tutulmasını, sonra ayın zodiak bürclərində hərəkəti videolarımızda bunlara aydınlıq gətirəcək. Bax, həmin ərəfələrdə xüsusən də. Bu səbəbdən də həmkarlarınızla, xüsusən də rəhbər işçilərlə ümumi dil tapmağa səy göstərin. Mübahisə qətiyyən olmaz, bir böyük uçurum yaxud münaqişə yarada bilər. Yəni, mart ayının bu bayramları da bizə diktə edir ki, belə şeylərdən uzaq olaq. Yəni, mübahisələrdən, xüsusən də iş yerində nəyə lazım o. Bərbaşdan əmin ola bilərsiniz ki, martın 11-nə qədər yeni işlərə başlamaq fikrindən danışsanız, ayın qalan günlərində bu istiqamətdə heç bir problemlə rastlaşmayacaqsınız. Əməyinizə qiymət verməyənlər də məhz bu ərəfədə kifayət qədər mülayim mövqe nümayiş etdirəcəklər. Artıq sizə tərəf, necə deyərlər, gələcəklər. Amma 11-dən sonra, birinci 10 günlükdə yox. Və ayın 8-dən 13-nə qədər sevgi amilinə daha diqqətlə yanaşmalısınız. Yəni, o içinizdə dondurduğunuz çərçivəyə ya belə zindana saldığınız o sevgi hisslərini nəhayət ki, büruzə verməlisiniz. Lazımı ünvana çatdırmalısınız. İstəyir ailədə, istəyir dostluqda, istəyir qohumluqda. Ayın ikinci yarısından kifayət qədər o proseslər yaxşıya getdiyi üçün kifayət qədər məmnun qalacaqsınız. İstər qarşılıqlı münasibətlərdə, istər perspektivli danışıqlarda, istərsə də fəaliyyətdə rastlaşdığınız yeniliklər sizi fərəhləndirəcək. Amma dediyimiz o problemləri həll eləyin ki, bu şeylər daha sürətli və daha mənfəətli olsun. Ulduzların düzümü şəxsi büdcənizdə mövcud olan problemlərin də qaydasına düşəcəyini istisna etmir. Xüsusən də 19, 20 və 30 mart tarixlərində qazanmaq ehtimalınız çox böyükdür. Novruz ərəfəsində acı dillik eləməyin, müəyyən yoxsa çətinliklə qurduğunuz bəzi münasibətlərə xələl gələ bilər, kölgə düşə bilər. Təravətli baharın ilk günündə isə, əslində 21-22 mart, qidanıza fikir verin. Bayramdır, elə basıb yemək, yaxud da o Ramazan bayramında uzun müddət mədəni boş qoyub birdən-birə yeyib, o mədədədir, nəsə mədə ilə bağlı, qida ilə bağlı, həzmlə bağlı problemlər ola bilər. Bunu da məni yəqin ki, eşidən kimi yadınızda qalacaq və bu proqnoz səhv çıxacaq. Adətən bayram ərəfəsində səfərlər labid olsa da göy qübbəsi həmin günləri indiki yerinizdə keçirməyi, yəni məkan dəyişikliyi edəcəyinizi tövsiyə eləmir. Yəqin o hazırki yerinizdə daha mənfəətli işlər görə bilərsiniz. Yalnız bir dəfə ayın 26-sında yola çıxmaq ehtimalı var. Yəni, bir gündə gedib gəlmək ya da 26-sı gedib bəlkə apreldə qayıdacaqsınız, orasını bilmirəm, aprelin proqnozunu çünki hələ hazırlamamışam, amma 26-sında getmək var. Bəlkə səhər çıxıb axşam qayıdacaqsınız. Çünki qalmaq yoxdur səfərdə, ona görə. Xərçəng bürcü. Ayın 11-nə qədər müntəzəm surətdə əlaqədə olduğunuz adamlarla aranızda bəzi anlaşılmazlıqlar mümkündür. Bu kimi gərginliyi dinç yolla həll etməyə çalışın. Çünki indiki ərəfədə hansısa zoraki üsullar sizə yalnız zərər yetirə bilər. Hətta görürsünüz, bəzən o məmurlar da, oliqarxlar da o zora belə əl atanda onun da nəticəsi ağır olur, ədalətsiz olur və cəzalanırlar. O da qala biz özümüz fərd olaraq belə o zorakı üsullarla nəyisə əldə etməyə.
Martın ikinci dekadası başlayandan sonra, yəni onundan sonraki dövr ünsiyyət məsələlərində uğurlarınız olacaq. Sanki kiməsə nəsə desəz, dərhal eşidəcək, hə deyəcək, yəni yox deyilməyəcək. Baxır yenə sözü necə deyirik də, ondan da çox şey asılıdır. Ulduzların düzümü qarşılıqlı münasibətlər zəminində aldanma ehtimalınızın mümkünlüyündən də xəbər verir. Yəni ağlınız kəsməyən, içinizdə şübhə ilə yanaşdığınız adamlar sizə nəsə böyük vədlər versə, hər halda diqqətli olun, tədbirli olun. Fəaliyyət göstərdiyiniz sahələrdə müəyyən problemləriniz baş qaldırsa da, bu qısa müddətə əhatə eləyəcək. Təxminən 6-sına qədər, martın 6-sına qədər olan dövrdə. Ona görə çox da belə deyim, özünüzü o şeylərə yönəltməməlisiniz. Vaxtınızı işə həsr edin. Vəssalam, bu şeylər ötüb keçəcək. Həmçinin ötən aydan yarımçıq qalmış işlərinizi də başa çatdırmağa çalışmalısınız. Bu istiqamətdə hər hansı bir probleminiz olmayacaq. Müştərək fəaliyyətə başlamağa isə tələsməməlisiniz. Ancaq danışıqlar üçün yaxşıdır. Ailə sevgi münasibətlərində göy qüvvəsi bürcünüzə böyük enerji verəcək. Martın 17-sindən sonra qarşınızda kifayət qədər ciddi planlar da yaranacaq. Daha doğrusu planların o tətbiqinə keçmək ərəfəsi yetişəcək. Və sadəcə əzmkarlığınızı artırmalısınız ki, nəticəyə tez çatasınız. Hər şeydən əvvəl sən müttəfiqlərinizi dəqiqləşdirməli, təyin etməli. Sizə qarşı yalançı və xəyanətkar mövqedə olanları da ətrafınızdan uzaqlaşdırmalısınız. Çünki siz intuisiyanız yaxşıdır, hiss eləyirsiniz, bəzən dilə gətirmirsiniz. Sizin mənfi xüsusiyyətlərdən biri də odur ki, bilə-bilə bilirsiniz ki, pis adamdan, amma yenə də ümid edirsiniz ki, nəsə düzələr. Belə şeyləri artıq ümumiyyətlə bu il, mart ayda xüsusən belə şeylərə son qoymağı bizə tövsiyə eləyir. Nə qədər sizin vaxtınızı boşuna alarlar, sizdən sui-istifadə eləyərlər, nəhayət ki, xərçənglər o, necə deyərlər, yumruğu masanın üstünə vurub, bəsdir, bitdi, daha olmaz, yetər kimi sözlərlə o xəyanətkar, ancaq sizdən qidalanan enerjinizi soranları yolunuzdan uzaqlaşdırmalısınız. Belə, maliyyə mənbələri tapmaq kimi bir hal da var bu ay sizdə. Yəni, ənənəvi yox, haradasa yeni bir maliyyə uğurları, maliyyə mənbələri artıq əldə edəcəksiniz. Çünki indi də hamı işləyir, çalışır, amma o mənbə yoxdur ki, qazanc yeri olur. Hər şey var, deyir, puldan başqa. Bax, siz o pul istiqamətini ən azı bu ay tapacaqsınız. Yaxşı tapsanız, ilin sonuna qədər, necə deyərlər, kefdə olacaqsınız. Bir də çalışın ki, işbirliyi yaratdığınız adamlara yalan vədlər verməyəsiniz. Əmin olmadan söz verməyəsiniz. Mən eləyərəm, mənlikdir, filan vaxt hazırdır, heç vaxt elə deyil, baxaram, çalışaram, görüm nə eləyirəm. Bu kimi sözlərdən istifadə edin. İndiki vacib məqamda, çünki yalancı imici qazanmaq bütün planlarınızı da alt-üst eləyə bilər. Və nəhayət bayaqdan özünü həlak edən şiir yazanlar, Türkiyədən də çox baxırlar, aslan bürcü deyirlər. Belə, qədimdə elə bizdə aslan deyirdilər, şir az işlədilirdi, amma indi bizdə şir çox işlənir. Türkiyədə, Orta Asiyada aslan sözü çox belə işlənir. Deməli, şir bürcünün proqnozları fevralla müqayisədə martın gəlişi əsəblərinizi kifayət qədər sakitləşdirəcək. Fikir və baxışları ilə razılaşmadığınız adamlarla ümumi dil tapmaqda hər hansı bir probleminiz olmayacaq. Ayın 9-undan o tərəfə ağlınıza gətirmədiyiniz insanlardan xeyirxahlıq və mərhəmət görəcəyiniz də labüddür. Hələ ki, yaxşı gəlir şirlər üçün. Astroloji göstəricilər bu, xüsusən də martın 13-ünə qədər olan ərəfədə istirahət günlərində heç olmasa bacardığınız qədər evdə istirahətə, şənbə bazar günlərində istirahətə vaxt ayırmağınız yaxşıdır. Əlavə özünüzü yükləməyin. Xüsusən də əgər oruç tutursunuzsa, deməli bu mütləq vacibdir. Havaların qismən mülayimləşməsi və ümumi fəaliyyətinizdə yaranmış yorğunluq da buna əsas verəcək. Martın 10-unda və 14-ündə bəzi şəxslərlə aranızda münaqişəli situasiya yarana bilər. Çalışın ki, bu kimi mənfi fəsadlara yol verməmək üçün ciddi pul sövdələşmələrinə, riskli danışıqlara getməyəsiniz.
Ailə həyatınızda müsbət dönüş yaransa da, yaşca özünüzdən kiçik olanların qəlbini də sındırmamalısınız. Yəni, qaba davranışı bu ay bir qırağa qoymasın. Çoxunda olacaq təbii olaraq. Ramazan bizdən bunu tələb edir, Novruz bizdən bunu tələb edir, bahar bayramı. Amma yenə də bəzən görsən adam özünü toparlaya bilmir. Biz çünki insanıq. İnsan kimi məxluqlar da mələk deyil ki, standartlardan çıxa bilməyə. Bizdə o hal olur, amma hər halda biz deyiriksə biraz da ona nəzər yetirə bilərsiniz. Mart ayının 25-nə qədər qarşıya qoyduğunuz məqsədlərin böyük əksəriyyətinə nail olacaqsınız. Xüsusən də şəxsi büdcənizi tənzimləmək və qarşılıqlı münasibətlərə aydınlıq gətirmək üçün şanslarınız artacaq. Yalnız uzaq yola çıxmaq istiqamətində o qədər də belə aktiv bir ərəfə deyil. Getməyin demirəm. Amma sadəcə mənalı deyil. Ulduzların düzümü Novruz günlərində yeni və perspektivli əlaqələr yaradacağınızı da istisna etmir. Bu, həm də əgər, indi bilmirəm harada işləyirsiniz də, indi bir çoxu o istiqamətdədir, vəzifə. Əgər elə bir o potensialınız varsa, perspektiv varsa, vəzifə pilləsində qalxmaq istəyənlərə daha çox, belə deyim, təkan verəcək. Martın 24-dən 27-sinə qədər planetar mənzərə bir qədər əleyhinizə olduğu üçün həlledici işlərinizdə diqqətli olmalısınız. Ümumiyyətlə, çox diqqətli olmalısınız bu ay zərgər dəqiqliyi ilə. 27-sindən sonraki müddətdə isə daha çox enerjinizin artmasına belə deyim, çalışmalısınız. Artıq bu Novruzda, Ramazanda bitmiş olacaq. Qan vermək, qanı dəyişmək, nə bilim, biraz qidalandırıcı iynələri vurdurmaq, yəni immunitetinizi gücləndirmək üçün nə mümkündürsə eləyin. Səfər dediyim kimi bir balaca, bir də martın 31-də, son günündə biraz bəlkə səfərə çıxsaz maraqlı olacaq. Keçək qız bürcünə. Bəri başdan sevinməyinizə əsas var. Belə ki, bütün astroloji göstəricilər martın gəlişi ilə ətrafınızda özünüzə qarşı daha çox mehribançılıq görəcəyinizi proqnozlaşdırır. İnsan üçün başlıca vəzifə budur. Dünya, həyat, ətrafımız gözəldir. Bizi əsəbləşdirən, fikirlərə qərq edən, kədərdə boğan insanlardır. İnsanların bizə münasibətidir, bizim onlara münasibətimizdir, davranışlar sistemidir. Bax, indi sizdə amma ilk öncə o qaydasına düşür. İlk 15 gündə yalnız 4 və 12 mart tarixlərində mübahisələr var. Qalan dövrdə sanki siz can deyib can eşidəcəksiniz. Amma 4-ü və 12-sini astrologiyada ona görə bu günləri xüsusi deyirlər ki, onun qarşısını ala biləsiniz. Çünki mümkündür qarşısını almaq. Mütləq həqiqət ya ayə deyir, ya qeybdən gəlməyib ki, deyəsiniz ki, bu yazılıbsa alın yazımdır, bunu dəyişə bilmərəm. Biz ona görə deyirik ki, dəyişəsiniz. Fevralla müqayisədə bu ay fəaliyyətinizdə azacıq zəiflik olsa da maliyyə baxımından xeyli inkişaf var. Bu da biraz təbii proseslərdən irəli gəlir. İş yoxdur, bayramlardır, filandır. Ona görə biraz ola bilər. Ondan düşünürəm ki, irəli gələr zəiflik. Sonra bütün sadalananlara baxmayaraq özünüzü ələ alıb güclü şəkildə qarşınıza qoyduğunuz öhdəliklərə məsuliyyətlə yanaşmaqla o hədəflərə asanlıqla yetişə bilərsiniz. Əslində ümumi bu 12 bürcün içində daha çox sizdə rahatlıq var, rahat gedişatlar var. Tutaq ki, siz bir dərədən, təpədən keçəcəksiniz, başqaları bəlkə 5-6. Ona görə ifadələrdə ola bilər, mən tam onu aydın deyə bilməyim. O da nəzər alarsınız yəqin ki. Martın 14-dən etibarən az da olsa bir neçə zirvəni fəth edə biləcəksiniz. Özünüzü qətiyyən köməksiz hiss eləməyin. 9-12 mart arası özünüzü gücləndirməsi oturub bu o 3 gündə 4 gün eləyir. Oturub bütün planlarınızı qurmalısınız. Bəlkə də ilin sonuna qədər olan planları, nəyi necə eləyim filan. O toya ki aylar öncə hazırlaşırlar, kimi çağıraq, harda keçirdək, kim olsun, musiqini kim, müğənni kim olsun. Bunu eləyən kimi siz o həyat prinsiplərinizdə də, öz işlərinizdə də, görəcəyiniz işlərdə də o yol xəritəsi deyil. Onları o 9-12 mart aralığında
planlaşdırmalısınız. Ayın 16-sından sonraki ərəfədə də yenə də beyninizdə olan o planları icra eləməlisiniz, amma kənardan bunu göstərməməlisiniz. Həyata keçməyən hələ plan kimi olan, xəyal kimi, arzu kimi olan işləri gizlətməlisiniz, deməməlisiniz. Neytral ən azı bildirməlisiniz. Həyata keçəndən sonra hamıya deyə bilərsiniz, amma öncədən yox. O deyirlər, qabaqcadan demək mənə düşmür. Buna bənzər bir şeydir. Enerjisini, yəni plan, hələ şifahi olan, beyninizdə olan planları deyib materiallaşdırmayın. Deməyin ki, tez reallaşsın, sonra onu həyata keçirəsiniz. Xoflanmağa da son qoyun, şübhələrə də son qoyun. Şübhə varsa kəsib atın. Amma üstünüzdə saxlayıb daima şübhə ilə olanda həm enerjiniz dağılar, həm də o görəcəyiniz işlərə ürəklə gedib çata bilməzsiniz. Ayın 19-da və 20-sində şəxsi işlərinizdə bir neçə sürprizlə rastlaşacaqsınız. Bayram olsa da nəsə var burada. Bəlkə bayram toplantısında kimsə sizə yaxınlaşıb təklif eləyər. Ola bilsin ki, bu şanslar gələcək taleyinizi də müsbətə doğru dəyişsin. Deməli, martın 21-də, 22-sində, 24-də və 27-sində müntəzəm surətdə ünsiyyətdə olduğunuz bəzi şəxslərlə aranız düzələcək. Yaxşılığa doğru nələrsə olacaq. Hətta onlar sizin həyat yolunuzu, xüsusən də fəaliyyət istiqamətində müsbətə doğru dəyişməyə yardımcı olsunlar. Bax, həmin o 4 günü yadınızda saxlayın. Və ayın 28-dən sonra, o 28-də daxil olmadan həmin o 4 günlər yaman çoxdur sizdə. Həmin o 4 gündə sanki 2026-cı ilin qızıl zaman kəsibi olacaq. Hər şey, bütün o zaman, proseslər xeyrinizə işləyəcək. Tərəzi bürcü. Bu aralıqda istər qohumluq münasibətlərində, istərsə də dostluq əlaqələrində saysız uğurlara yiyələnəcəksiniz. Göy qübbəsi hər kəsə mülayim davranış göstərməklə sevindirici məqamlar yaşayacağınızı bəyan edir. Həmin ərəfədə kənd havası udmağınız, təmiz hava deyək də, indi kənd havası mən belə yazıram, yəni təmiz hava udmağınız məsləhətdir. Ayın 10-u 12-si arası isə qismən passiv ərəfə olsa da bu sizin üçün ciddi problem yaratmayacaq. Astroloji göstəricilər nəzərdə tutduğunuz işlərdə məxfiliyi saxlamağı tövsiyə edir. Axı nə iş görəcəyinizi kənardakılar niyə bilməlidir ki? Ona görə xüsusən də xoşunuza gəlməyən adamlara öz sidlərinizi, mərhəm hisslərinizi deməyiniz zərərli ola bilər. Heç də hamı bilirsiniz ki, adama bir dualar eləmir. Ay maşallah, ay nə gözəl, süni deyirlər. İndi elə bir dövr gəlib ki, açıq aydın hiss olunur qarşı tərəfdəki necə saxta şəkildə sənə amin deyir, ya Allah eləsin deyir. Nəysə, Ramazandır, çox da o psixoloji negativliyə varmayaq. Hər halda bizdən deməkdir. Novruzdan sonra işlə bağlı sürprizlərə hazır olun. Böyük işlərdə özdə. Martın ikinci yarısı ümumiyyətlə sizin üçün çox xoş keçəcək. Xüsusən də ayın 18-dən taleyinizdə müsbət çalarlar özünü büruzə verəcək. Hər gün az qala belə həyəcanlı bir ürək daşıyacaqsınız bağrınızda. Demək olar ki, bütün istiqamətlərdə vəziyyət xeyrinizə cərəyan edəcək. Yalnız 3 gün, martın 23-ü, 24-ü və 25-i, o həmin ərəfələrdə müəyyən qalmaqallar ola bilər. Bu işlə, fəaliyyətlə bağlı deyil də ola bilər. Metro ilə gedirsən, orada mübahisə düşər, avtobus sıxlığı ola bilər. Ya avtomobil sürürsünüz, kimsə gəldi, sürtdü, ya vəhşi kimi sürdü. Biraz o belə qalmaqallarda belə fundamental deyil. İşinizə, səhhətinizə, həyatınıza təsir edən deyil. Amma hər halda bunu bilin. Və ümumiyyətlə, ayın ikinci yarısının digər günlərində hər hansı ciddi narahatçılığınız olmayacaq. Bu aralıqda hətta yeni işlərə başlamaq, fəaliyyət istiqamətini, iş yerini dəyişmək kimi önəmli, səmərəli məqamlar da var. Maddi durumunuzu tənzimləmək istəyirsinizsə, bir qədər daha çox çalışmalısınız. Özünüzü daha çox əziyyətə salmalısınız. İndi Əqrəbdən danışacağıq. Əqrəb bürcünün mart proqnozu artıq bilirsiniz ki, at ili başladı. Fevralın 17-sində və ilin iki qəhrəman bürcündən biri də Əqrəblərdir. Bütün məsuliyyəti də artır.
şansları da artır, öhdəlikləri də çoxalır. Yəni rəhbər qoydun, sevinirsən. Amma rəhbərlik sevincindən başqa o rəhbərliyin apardığı işlər də var. Yəni işiniz də artıb, şöhrətiniz də artacaq. İndi görək konkret olaraq mart ayı üçün, o zaman kəsimi üçün sizə proqnozlar necədir? Martın ilk həftəsində, yəni 7-sinə qədər yeni və riskli işlərə qətiyyən baş qoşulmayın. Ulduzlar bu kimi halların müsbət nəticə verməyəcəyini bəyan edir. Yaxşı olar ki, həmin ərəfədə adi və gündəlik tələb olunan işlərlə məşğul olasınız. Həmin günlərdə qarşılıqlı münasibətlərdə də müəyyən qədər passivlik var. Münaqişə yoxdur, passivlik var. Lakin hər hansı ciddi münaqişə və ya uğursuzluq gözlənilmir. Ulduzlar bəyan edir ki, perspektivli əlaqələr və ya dostluq istiqamətində isə həmin o bir həftədə daha çox neytrallıq nümayiş etdirməyiniz yaxşıdır. Çünki indi o ərəfədə hər hansı riskə ehtiyac yoxdur. Amma martın təxminən ikinci 10 günlüyündən, martın 10-undan, 11-dən sonraki müddətdə isə bütünlüklə o sevgi dolu bir dönəmə nail olacaqsınız, belə daxil olacaqsınız. Yəni sevgi auralı bir dönəmə qoşulacaqsınız. Qarşı tərəfin istəklərinə qarşı çıxmaqdansa güzəştə getməyiniz daha səmərəli olar. Elə bir ətrafda hamı sizə rəğbət bəsləyəcək, sevəcək. Onda necə davranmaq lazımdır? O cürdə davranın. Amma ayın ikinci yarısı da belə xoş olaylar çoxdur, təzadlı olaylar çoxdur, enişli, yoxuşlu. Ətrafınızdakı insanlar biraz dəyişə biləcək də. Yəni bugün belə deyir, sabah belə deyir, amma siz təmkindən, bu da bir sınaqdır. Mən hər bir elə o negativ kimi görünən hadisəni sınaq və bizim güclənməyimizin bir sübutu kimi, bir təməli kimi dəyərləndirirəm. Belə adamlar olacaq. Proseslər də hətta bəzən görəcəksən müsbətə gedir, bəzən mənfiyə gedir, bəzən yerində donur, bəzən itir. Amma bunların hamısına təmkindən, bu həyat bir səhifəsi kimi təmkinlə baxsaz, o zaman görəcəksiniz ki, hər şey yaxşıdır. Təmkinli olan qalib gələcək. Bir amil də var ki, martın bu birinci hissəsində sağlıq durumunuz tamamilə problemsiz olacaq. Hər hansı, mən demirəm ki, bizə yıxılacaq, əziləcək, ya soyuq tutacaq. Amma ümumən kosmik fon sizə hər hansı bir xəstəlik, əməliyyat, xəstəxanaya düşmək kimi hal göstərmir. Bu çox yaxşıdır. Daxili orqanlarınızı qoruyun, oruç tutursa tənzimləyin. Yəni bəzən oruçluqda müəyyən şeylər üzə çıxır. Bu da bir sınaqdır, bizə göstərirlər. Bax, o şeylərdə diqqətli olun. Deməli, şəxsi büdcəniz də bu ay sizi xeyli sevindirəcək. Amma bu Ramazan bitənə qədər adi qaydada gedəcək, qeyri-adi bir şey yoxdur. Nə olacaqsa martın 23-dən o tərəf olacaq. Xüsusən də 23-dən 27-sinə qədər o istiqamətdə, yəni büdcənizdə, kisənizdə, pul kisənizdə ağırlaşma görəcəksiniz. Savab işlərdə deyil, bunu çox detallara varmıram. Çünki Ramazanda və Novruzda zaten savab işlər görmək tələb olunur, tövsiyə olunur. Onu da yəqin ki, eləyəcəksiniz. Sizə də bir çox büdcələrdə deyildiyi kimi uzaq yola, uzaq səfərlərə çıxmaq tövsiyə olunmur. Adətən insan oruç tutanda bunu onsuz da eləyə bilmir. Çox vaxt, əgər belə vacib deyilsə, səfərə filana çıxa bilmir, elə orucunu pozmamaq istəyir. Sizdə də təxminən o forma var. Və keçək Oxatan bürcünə, görək dəyərli Oxatanlar hansı situasiyalarla mart ayında üzləşəcəklər. İlk öncə Oxatanlar mart ayında yeni tanışlıqlara varacaqlar, təzə dostlar tapacaqlar, səmərəli dostlar tapacaqlar. Yeni vəzifəli adamlarla əlaqələrə girəcəklər. Bu, onlar üçün ayın ən parlaq görünən o proqnoz təpəsidir. Barışdırıcı mövqedə durmaq da əsas başlıca vəzifənizə çevrilməlidir. Humanist kimi, o Tereza ana deyirlər, Müqəddəs Valentin deyirlər, nə bilim, Dədə Qorqud deyirlər. Belə bir obrazda, belə bir həyat obrazında olmağınız tövsiyə olunur. Yəni, harada bir negativ, pozulmuş münasibət görürsəz, ora sərt şəkildə yox, ruhani şəkildə müdaxilə edib barışdırmağa çalışın. Cəmi heç olmasa 2 nəfər, 3 nəfər barışdırsanız, həm Novruz bunu deyir,
həm Ramazan bunu deyir. Başlayırsınız bir ailənin o nifaqına bir sülh gətirsəz, elə bir cənnəti satın almısınız. Və sizin uğur qazanmağınıza, maliyyə baxımından yaxşı, o yüksək zirvələrə qalxmağınıza paxıllıq edənlərə də pis baxmayın. Hərənin bir yanaşması var. Çalışın onların o paxıllıq hissini də əridəsiniz. Çünki gec-tez hər kəs o həqiqəti anlayır. Hətta dünyasını dəyişmədən də əksər həqiqətlər insan dərk edir. Eləsi var, cavan vaxtı bilmir, yaşdaşanda bilir. Martın 8-də uzaqda yaşayan qohumlarınıza mütləq baş çəkin deyilir. İllah da ki, nişanlı varsa, kişilər varsa nişanlı, yəni 8 Martda mütləq ona baş çəkməlidir. Yəni belə, yaxud da başqa səbəbdən, bilmirəm, qohumlara baş çəkmək daha çox göstərir, qan bağlılığı olanlardan. Sonra həmin ərəfədə qəlbinizin riqqətə gələcəyini bəyan edən ulduzlar sizi var gücü ilə dəstəkləyəcək. Bir amili də unutmayın ki, fevral ayındakı passivliyiniz bu arada qətiyyən qabarmayacaq. Fevralda daha çox ora qaçdınız, bura qaçdınız, yəni nəticəsiz danışıqlar, nəticəsiz fiziki itkilər, enerji itkisi yaşadınız, amma Mart ayında bunu ağlınıza gətirməyin. Ulduzların düzümü 8 Martdan sonra, Qadınlar Bayramından sonra yeni təkliflər alacağınızı, çoxlu sayda təkliflər alacağınızı deyir, amma dərhal razılıq verməyin. Yəni yerindəcə hə deməyin. Əvvəl fikirləşin. Mən həmişə deyirəm, o beyin süzgəcinizdən keçirin, ondan sonra yavaş-yavaş qərar verəsiniz. Bu vacib amildir, gərək. Yəni əslində odur. Bəzən o təkliflər şirinlikləndirici olur, adamın ağzını sulandırır, gələcək. Artıq almadığın pulu xərcləyirsən, amma siz elə eləməyin. Sonra bunlarla yanaşı paralel olaraq bir neçə sahədə də aktiv fəaliyyətiniz gözlənilir, astroloji mənzərə göstərir. Və nə qədər ki, balıqlar bürcü hökm sürür, şəxsi işlərinizdə hər hansı bir yenilik olmayacaq. Düzdür, martın yəni 20-sinə qədər, bayrama qədər. Düzdür, Yupiter biraz kömək eləyəcək, çünki balıqlar bürcünün də planeti Yupiterdir. Sizə də aşağı-yuxarı müəyyən təsirləri var bu böyük xoşbəxtlik planetinin. Amma hər halda nəsə bir ciddi, həyati planınız varsa, bayramdan sonraya saxlasaz yaxşı olar. Riskli işlərə baş qoşmaq, köhnədən qalma problemlə münasibətləri həll etmək, özünüzlə bağlı. Başqalarına olar, bayaq da dedim, barışdırmaq olar, amma özünüzlə bağlı bəzi problemlər var ki, ora gərək toxunmayasan. Ramazan xətrinə, Novruz xətrinə toxunmayasan. Ciddi, riskli və təhlükəli pul sövdələşmələrinə girişmək, bu şeylərdən uzaq durun. Və yeni gün deyək, Novruza, yeni gün start götürəndən sonra, Oğuz bayramı start götürəndən sonra böyük uğurlar artıq darvazalarını sizə açacaq. Təzə dostlar, girişdə də dediyim, tapacaqsınız. Onların vasitəsilə yeni işlər qura biləcəksiniz. Amma təbii ki, bütün proseslərdə götür-qoy eləyəsiniz gərək. Yəni, yaxşı mənada, yenə də müdrik, aktiv, enerjili şəkildə danışıqlara getməlisiniz. Amma ayın son 2 günündə, 30-da və 31-də təklifləri daha çox yox desəniz yaxşı olar. Oğlaq bürcü. Martın ixtiyarınızda olan ilk 15 günü ərzində qarşılıqlı münasibətlər zəminində hansısa ciddi problemlə rastlaşmayacaqsınız, yəni ilk yarım ayda. Əksinə, ürəyinizə yaxın olan simsarlarınızla müntəzəm əlaqə saxlamaqla xeyli rahatlanacaqsınız. Bu arada daha çox qohumların yanında olmağı məsləhət görən ulduzlar çoxsaylı qonaqlıqlarda iştirakınızı da təmin edəcək. Bu, belə güman eləyək ki, daha çox iftar qonaqlıqları olar. Nədən, necə başlamalı? Bax, sizin üçün Mart ayında qarşınızda olan əsas sual budur. Yəni, bu suala cavab axtarması lazımdır. İlk 10 günlükdə, birinci 10 günlükdə bu sualları çoxlu ölçüb biçəsiz. Amma Martın 11-dən o tərəfə bunu tətbiq eləyəsiz. Artıq tapdığınız cavabları ortaya qoyasınız. Hətta
göstərilir ki, tək başına bacardığınız təqdirdə etibarlı müttəfiqlərinizdən də kömək udun. Baxmayaraq ki, tək başına bacarsınız, deməli burada sizə kənar enerjilər də lazımdır. Sonra zehni əməyə çox da alidə olmayın, beyninizi yormayın, yoxsa o praktik işlər ləngiyə bilər. Martın ikinci yarısı əvvəlki dövrlə müqayisədə daha sabit, daha rahat keçəcək. Həm ailə sevgi münasibətlərində, həm də fəaliyyət zəminində o passivlik tamamilə aradan qalxacaq. Təbii ki, cəhd eləsəz, bax, bəzən izləyicilərimiz elə bilir, elə burada biz deyirik, o heç nə eləməsə də bunlar olacaq. Bu Allahın kəlamı deyil, bu hesablamalardır və tövsiyə istiqamətlərdir. Siz də hərəkət eləsəz, bunun nəticəsini görəcəksiniz. Göy qübbəsi martın 22-sinə qədər çoxsaylı görüşlər, çoxsaylı düzəlmiş münasibətlərin içində olacağınızı göstərir. Səhhətlə bağlı da hər hansı bir problemimiz olmayacaq. Yalnız ayın 23-də və 29-unda diqqətli olmalısınız. Çünki hər Oğlaq bürcü də hamısı eyni deyil. İndi baş ağrısı deyəcəm, bəlkə birində başqa şeydir. Amma səhhətlə bağlı bəlkə kiminsə zəif orqanı başqa yerdir. Bəlkə biri ümumiyyətlə mübahisə edən dalaşqandır. O istiqamətdə gərginlik və səhhətlə bağlı problem, travma ala bilər. Mən bilmirəm. Ona görə deyirəm də 22-29-u diqqətli olun. Sonra ayın 27-sindən başlayaraq fəaliyyətinizdə, eləcə də şəxsi büdcənizdə ağlınıza gətirmədiyiniz müsbət dönüş yaranacaq. İnsan ağlına mümkün olanları, reallıqları gətirir, amma siz hətta ağlınıza gətirmədiyiniz hallar da olacaq. Deməli, bunun üçün nə etmək lazımdır? Ancaq dualar eləmək, Allahdan istəmək. Oruç tutursa, oruç vaxtı dualar eləyin, tutmursunuzsa, heç olmasa o savab işlər görün. Necə deyərlər, iftar verin, kiməsə sədəqə verin, kömək eləyin, sevindirin. Bu yolla o dediklərimiz daha böyük mükafat kimi sizə gələcək. Su tökən bürcü, yəni yeni qoşulanlar, bilməyənlər bilsin ki, mən 30 ildir, 31 ildir artıq, mən dolça heç vaxt demirəm, su tökən deyirəm. Çünki əsl adı su tökəndir, canlıdır, insandır. Sadəcə əlində dolça var deyə ona mən niyə dolça deyirəm? Yaxşı olar ki, ixtiyarınızda olan martın ilk həftəsini dinç şəkildə yola salasınız. Əsəblərinizin tarıma çəkilməsi, ünsiyyətdə olduğunuz bir neçə şəxslə münaqişənizə rəvac verə bilər. Yəni, təmkinli olun, o deyir, təmkinli ol, dilə məndən nə dilərsən. Bax, ulduzlar da onu deyir, təmkinli olun. Ayın 9-undan sonra nüfuzlu, eyni zamanda səmimi insanlarla, çoxlu sayda səmimi insanlarla rastlaşma ehtimalınız böyükdür. Çalışın dostlarınızın yanında yalançı olmayasınız. Yəni, əmin olmadan söz verməyəsiniz. Bayaq da bir bürc haqqında danışanda dedim, tam eləyə bilmirsinizsə, ya tam əmin deyilsə söz verməyin. Ümumiyyətlə, söz verəndə baxaram, görərəm, çalışaram alınsın. Bax, qəti söz vermirəm ha, amma çalışacağım. Bax, bu sözləri deyil. Çünki qarşı tərəfin ürəyinə arxançılıq salanda bu, Ramazan dövründə, Novruz dövründə günah ola bilər. Bir neçə məsələdə ciddi seçim qarşısında qaldığınız üçün ayın ilk həftəsi sizin üçün biraz o sıxıcı keçə bilər, çətin keçə bilər. Ona görə deyirəm, biraz da ona görə təmkinli olun. Bəzi yeni cəhdləriniz də ola bilər, boşa çıxsın. Amma bilin ki, ilk həftədə bunlar təbii bir prosesdir, keyfinizi pozmamalıdır. 13-15 mart arasında fəaliyyətinizdə müsbət qabarmalar hissi olunacaq. 16-19 mart günlərində bunun ikinci bir o aşaması deyilər gələcək. Yəni, burada artıq fəaliyyətdə müsbət dönüşdür, amma 16-19, yəni sonraki günlərdə də kənardan dəstək gələcək. Daha böyük enerji ilə ortalığa qoşulacaqsınız. Qonşuluq, qohumluq münasibətlərində də dedikodulara son qoymalısınız. Bax, bu sizin üzərinizə düşür, bəsdirin deməlisiniz, amma onlar da oradan da pəs eləməlidir, dayandırmalıdır. Elə deməlisiniz ki, dayansın. Savabdır da, Ramazan Allahın verdiyi savablara aiddir. Nə mümkündür, yaxşılıq eləyin. Enerjinizi boş yerə xərcləməyin, bax, yaxşı şeylərə xərcləyin. Novruz günlərində, hətta əyalətlərimizdə yaşayan doğmalarınıza, yaxınlarınıza baş çəkə bilərsiniz.
Mart ərzində sevgi münasibətlərində hər hansı bir problem yoxdur. Əksinə müsbətə doğru qabarmalar, dönüşlər özünü göstərəcək. Umudçuları bir daha deyirəm kənara qoymaq lazımdır. Ümumən götürsək mart ayı sizin üçün bir 70-75% daha çox müsbətdir. Mənim o ifadələrim də ola bilər, o tam o nəbzi tuta bilmir. Çünki daha çox xəritəyə baxıb qeydlərimə nəzərən danışıram. Yəni cümlə kimi qurmamışam. Ona görə bəzən o ifadə eləməkdə çətinlik çəkirəm. Sonra martın 28-i sizin üçün mart ayının ən üstün günüdür. Nə olacaq bilmirəm. Ən yaxşı vaxtları ona həmin günə salın. 28-i əsasdır və ondan sonraki günlər belə deyək də tale bəxtinizə güləcək, yaxud da bəxt taleyinizə güləcək. Əsas odur bir-birinə gülsünlər, sevinclə gülsünlər, nəticə yaxşı olacaq. Və keçək balıqlar bürcünə. Çünki mart ayının önəmli bir hissəsinə, düz 20 gününə balıqlar bürcü hakimlik eləyir. Gərək onlara ehtiyatla proqnozlar verək. Çünki komandan, 11 bürcün komandanı odur. Ramazan 11 ayın sultanı olduğu kimi hazırda 12 zodiak işarələri arasında ən şanslı, ən güclü və ən enerjili balıqlar bürcüdür. Elə başlayaq deməyə. Görək proqnozlarda da özünü göstərir, yoxsa yox. Deməli, ayın əksər hissəsinə sizin zodiak hökmranlıq etdiyindən bu ərəfədə uğurlu məqamlarınız kifayət qədər çox olacaq. Martın ilk həftəsində müəyyən passivliklə rastlaşsanız da bu ciddi gərginliyə səbəb olmayacaq. Zaten az qala bütün bürclərin ilk həftəsi, ilk 10 günlüyü bax belədir. Təxminən ayın 7-sindən başlayaraq işlə bağlı nəzərdə tutduğunuz planların əksəriyyəti reallığa yaxınlaşacaq. Yeni təklifləri qulaq ardına vurmayın. Əks təqdirdə bəzi müttəfiqlərinizlə aranızda soyuqluq yarana bilər. Çünki sizə yönələn təkliflər müsbət xarakterlidir, aldadıcı məqsədlə ortaya atılmayıb. Yeni əlaqələr yaratmaq, sədaqətli dostlar əldə etmək üçün bu ay kifayət qədər uğurlu olacaq. Martın 13-dən etibarən təmasda olduğunuz şəxslər ovqatınızın yüksəlməsinə xidmət edəcək. Xüsusən də hər gün görüşdüyünüz iş yerində ya işlə bağlı görüşdüyünüz adamlar. Amma təşəbbüskarlığı da əldən verməyin. Təbii olaraq ailə sevgi münasibətlərinə də daha ciddi yanaşmalısınız. 18-20 mart günlərində daha çox özünüzü qorumalı, tanış olmayan ünvanlara getməməlisiniz. Təbii ki, Ramazan bayramı ilə bağlı təkliflər olarsa, qonaqlıqlar olarsa, bu başqa. Amma mən biraz iş sferasında deyirəm. Həmin günlər iş də deyil, amma hər halda da kimlərsə işləyir yəqin ki. Nəzərdə tutduğunuz əsas planları isə martın 22-sindən etibarən reallaşdırmağa çalışın. Həmin tarixdən etibarən iştirakçısı olduğunuz olaylar nikbinliyinizə əsas verəcək. Ən uğurlu gedişlərinizin də sırf həmin ərəfədə olacağını göy qübbəsi israrla bəyan edir. Ayın 24-dən etibarən peşəkar fəaliyyətinizdə, həmçinin şəxsi büdcənizdə könül açan olayların ikinci dönəmi başlayacaq. Bizim karta da pul atarsınız onda. Tək sizə gözləmədiyiniz istiqamətdən pul gəlsin, varidat gəlsin və sizin kanalınız olan SR Media kanalı da inkişafa nail olsun. İşıqlar alaq, daha çox işıqlar alaq, efirdə yaxşı görülsün, fonu dəyişək, nə bilim kamera daha keyfiyyətli olsun da, əlmər kompüteri vurduqca əsməsin orada. Belə dəyərli dostlar, mart ayı üçün məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq, illik proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdir.